Salam hər kəsə. Bugün sizə qəbulun olmazsa olmaz mövzularından biri olan mütləq hər il bizim 2 maksimum 3 sualımızın gəldiyi bir mövzu var, bir bölmə var. Azərbaycan SSR-in yaradılması. Yəni ümumilikdə Sovet dövrü. Biz bəzən buna Sovet dövrü deyirik, bəzən buna Sovet Azərbaycan deyirik, yaxud da kitablarda qeyd olunduğu kimi Azərbaycan Sovet Sosialist Respublikası deyirik. Ümumiyyətlə uşaqlar, öncə bunu yadda saxlayaq ki, Azərbaycanda respublika cəmi 3 dəfə mövcud olub. 3 respublika dövrü olub. Birinci Azərbaycan Xalq Cümhuriyyəti, hansı ki 1918-ci ildən 1920-ci ilə qədər mövcud olur. Ardınca bu gün haqqında danışacağımız Azərbaycan Sovet Sosialist Respublikası 1920-ci ildən 1991-ci ilə qədər. Daha sonra isə bizim bu gün yaşadığımız müstəqil Azərbaycan Respublikası, o da 1991-ci ilin oktyabrın 18-dən ta ki bu günə qədər mövcud olan Azərbaycan Respublikası. Uşaqlar, bu bölmə ümumilikdə deyərdim ki, bizim qəbulda minimum 2, maksimum 3 sualımızın gələcəyi bölmədir. Düzdür, mən bugün sizə cəmi 3 mövzu haqqında danışacağım. Vaxtımız çatarsa bir neçəsində ardını da izah eləyərəm. Məsələn, bilirik də 20-ci əsrin 20-30-cu illəri var. Sovet rejiminin yaradılması, Azərbaycan SSR-nin qurulması və ondan sonra baş verən proseslər, hadisələr. Ümumilikdə bunun haqqında danışacağım sizlə. Ancaq vaxtımız çatmasa 3 mövzunu, çatsa da bütövlükdə 6-7 mövzudur 20-30-cu illər. Onu izah edəcəm sizə. Əvvəlcə başlayırıq. Mən bəzi şeyləri burada qeyd etdim ki, bəzi məqamları qeyd eləmişəm ki, vaxtda biraz qənaət eləyək. Azərbaycan SSR-in yaradılması. Baxın uşaqlar, Xalq Cümhuriyyətimiz, yəni AXC dövrü 1920-ci ildə bitir. 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılır və onun yerində yaradılır Azərbaycan Sovet Sosialist Respublikası. Əslində 1920-ci il aprelin 28-də yaradılır bizim bu respublikamız. Tərkibində görürük Sovet sözü var. Deməli bizə aid deyil, biz yaratmamışıq. Bizim üçün başqaları yaradıb. Ancaq burada Rusiyanın məqsədi güya ki bizi qorumaq üçün ilk vaxtlarda deyir işğal faktını ört-basdır eləmək üçün, ilk vaxtlarda Rusiya işğal faktını ört-basdır eləmək üçün, gizlətmək üçün müstəqilliyimizə təminat verir. Deyir ki, yaxşı, siz mənə tabe olun, ancaq mən sizin daxili müstəqilliyinizə toxunmayacağam. İstədiyiniz kimi ölkənizi idarə edəcəksiniz. Ancaq bunlar təbii ki sözdədir. Yəni Rusiya zaten bir məqsədi var idi ki, öz imperiyasını, bölünməz imperiyasını bərpa eləmək üçün əsarətində olan bütün xalqları neynəsin? Sovetləşdirsin, ruslaşdırsın, xristianlaşdırsın və bunlardan biri də, bu qurbanlardan biri də təbii ki o dövr üçün Azərbaycan idi. Bir də uşaqlar, deməli yarandı 1920-ci ildə, süqut eləyəcək 1991-ci ildə. Burada bizə lazım olan nədir? Baxın, mən burada qeyd eləmişəm uşaqlar. Biz burada 3 hissəyə baxacağıq əsasən. 3 qurum yaradılacaq ölkənin idarə olunması üçün. Birinci yaradılır Müvəqqəti İnqilab Komitəsi, ardınca yaradılır elə həmin komitə yaradır Xalq Komissarları Sovetini, Xalq Komissarlığı Sovetini. Daha sonra ən böyük əsas qurum hansı idi? AKP, yəni Azərbaycan Kommunist Partiyası. Bu 3 qurumun üçü də bizə aid deyildi. Diqqətli olun. Hər dəfə deyirəm, diqqətli olun uşaqlar. Tərkibində Azərbaycan, Bakı, bu sözləri görsəniz belə bilin ki, Sovet dövründə yaradılan heç bir şey bizə aid deyil. Yəni onu biz yaratmamışıq. Hər bir qurumun, hər bir yaradılan təşkilatın, qurumun özünə məxsus xüsusiyyətləri, öz gördüyü tədbirlər, həyata keçirdiyi işlər var idi. Məsələn, başlayaq Müvəqqəti İnqilab Komitəsindən. Ali qanunverici orqan idi. Tərkibi Azərbaycanlılardan ibarət idi. Əslində nəzarət Rusiyanın əlində idi və bu da öz növbəsində Xalq Komissarları Sovetini yaradır. Xalq Komissarlığı Sovetini yaradır. Baxaq görək Xalq Komissarlığı Sovetinin tədbirləri nələr idi? Bu da icra edici orqan idi, diqqətli olun. Qanunverici orqan Milli İnqilab Komitəsi idi. Qanunverici orqan Müvəqqəti İnqilab Komitəsi idi. Ancaq icra edici orqan Xalq Komissarlığı Soveti idi. Onun da tərkibi Azərbaycanlılardan ibarət idi. Təbii ki, sözdə belə idi. Əslində ümumiyyətlə Bolşeviklər hakimiyyətə gələndən sonra, Azərbaycanı da işğal edəndən sonra orada yaradılan bütün partiyalar, bütün təşkilatlar, bütün qurumlar, siyasi qurumlar hər birində əsasən kimlər idi? Ruslar, ermənilər, gürcülər, yahudilər və başqa millətlər. Çox cüzi miqdarda Azərbaycanlılar. O da hansı Azərbaycanlılardır? Əsasən Bolşevikləşmiş, yəni onların belə deyək, qanunlarına tabe olan, onların sözü ilə oturub duran, indi görəcəyik qarşıda. Belə, Xalq Komissarlığı Sovetinin dediyi icra edici orqan hesab olunurdu. İlk sədri Nərman Nərmanov seçilmişdi. Sovet hakimiyyətinin göstərişi əsasında fəaliyyət göstərirdi. Ancaq Azərbaycanda real hakimiyyətə malik deyildi. Bax, bu cümləni mütləq yadda saxlayırsınız. Ola bilər ki, qarşımıza çıxar sınaqlarda. Aha, bu iki qurum haqqında danışdıq. Yaxşı. Gəlirik, bəs görək, real hakimiyyətə malik deyildisə, Azərbaycanda əsl real hakimiyyətə malik olan, yəni həqiqətən Rusiya tərəfindən belə deyək də canla başla idarə olunan, yaradılan, yəni idarəsi ona tapşırılan qurum hansı idi? AKP. Təbii ki, bizim millətimizin xeyrinə idimi? Xeyr deyildi. Azərbaycan Kommunist Partiyası, kommunistlərin yaratdığı bir partiya idi, təşkilat idi. Əsl real faktiki hakimiyyətə malik olan qurum məhz bu idi Sovet dövründə. Real hakimiyyət burada idi. Verdiyi qərarlar mütləq şəkildə, sərəncamlar, qərarlar məcburi şəkildə həyata keçməli idi digər siyasi partiyalar tərəfindən. Ardınca burada uşaqlar AKP-nin yaratdığı bir məsələ var. AKP-nin yaratdığı daha doğrusu bir vəzifə var. Nədir o vəzifə? Katiblik vəzifəsi. 1900 deməli 29-cu ilə qədər bu Kommunist Partiyasında bütün işlər həvalə olunur kimə? Ümumi katiblərə. Ancaq 1933-cü ildən etibarən ilk dəfə AKP-nin birinci katibi yaradılır. Birinci katibi vəzifəsi belə deyə təsis edilir. Burada da Azərbaycan Sovet Sosialist Respublikasının yaxud Azərbaycan SSR-in deyəcəyi birinci katibi kim idi? Mirzəfər Bağırov 1933-cü ildə gəlir, 1953-cü ildə gedir hakimiyyətdən. Belə deyək uşaqlar, bu mövzunu öyrənənə biz paralel şəkildə baxacağıq. Yəni bir tərəfə, bir tərəfə. Məsələn, bir baxacağıq Sovet Azərbaycanına, bir də baxacağıq Sovet Rusiyası, yəni SSR-yə. Görək burada
Yəni Rusiyada nələr gedirdisə, hansı hadisələr baş verirdisə uşaqlar, onun eynisi də Azərbaycanda baş verirdi. Adından da göründüyü kimi uşaqlar Azərbaycan burada belə deyək, bir növ filial rolunu oynayırdı. Sanki SSR böyük bir dövlət idi, o da onun filialı idi, kiçik tərkibində olan bir dövlət idi. Yəni orada hansı hadisələr olurdusa, hakimiyyət hansı qərarları verirdisə, istər xarici, istər daxili siyasətdə, eynilə Azərbaycan Respublikasında, yəni Sovet Sosialist Respublikamızdan söhbət gedəcək. Orada da həmin hadisələr, həmin belə deyək, o tip insanlar idarəçilikdə otururdu, o tip insanlar qərarlar verirdi. Məsələn, orada Stalin idi qəddar, bizdə də Mirzəcəfər Bağırov. Hansı ki Stalinin belə deyək də bir nömrəli, yəni əlaltısı hesab olunurdu. Çox despotik bir hakimiyyəti var idi, ağır rejim yeridirdi insanlar üçün, ağır siyasət həyata keçirirdi və s. Mirzəcəfər Bağırov 1933-dən 53-ə qədər Stalin hakimiyyətindən gedənə qədər o da Azərbaycanı idarə edirdi. Və salam uşaqlar, bu SSR-in, Azərbaycan SSR-in idarə olunması üçün yaradılan 3 qurum idi. Daha sonra təbii ki biz irəlidə görəcəyik hər iki qurum, həm Müvəqqəti İnqilab Komitəsi, həm Xalq Komissarlığı Soveti ləğv olunacaq 1921-ci ildə cəmi 1 il fəaliyyət göstərəcək və onlar sonra ləğv olunacaq, onun yerində yaranacaq Mərkəzi İcraiyyə Komitəsi, İnqilab Komitəsinin yerində. Və burada da elə Xalq Komissarları Soveti adlanacaq, sədri yenidən Nəriman Nərimanov təyin olunacaq. Necə ki ilk Xalq Komissarlığı yaradılanda onun ilk sədri Nəriman Nərimanov seçilmişdi. Eynilə 1921-ci ildə bu əvəzlənəndə yenidən Xalq Komissarlığı belə deyək, ikinci dəfə yarananda orada yenidən Nərimanov vəzifəsinə saxlanılırdı. Belə uşaqlar, bunlar haqqındaydı. Daha sonra sizə izah edəcəm. İndi mən bir-bir qeyd edəcəm yenidən lövhəyə. Başqa bir də mən bir şey sizə demədim. Katiblər gələnə qədər AKP-də işləri yürüdən şəxslər ümumi katiblər demişdik. Onların içərisində bilirsiniz kimlərdən ibarət idi? Emissarlardan. Yaxşı, deyə bilərsiniz ki, müəllimə emissarlar kimlər idi? Biz bu termini 2 dəfə də eşitdirik. Emissarlar uşaqlar bir növ xəfiyyə kimi düşünün. Hər hansı bir ölkəyə, hər hansı bir təşkilatdan, hər hansı bir dövlətdən gedən ajan, xəfiyyə ajan, bax bu cür düşünün. Yəni onlardan təyin olunurdu emissarlardan. Ancaq 29-cu ildə artıq ilk katib vəzifəsi yaradıldı. Nəysə, bunlar bizə sadəcə mövzunu dərk eləməmiz üçün lazımdır. Amma uşaqlar, biz danışacağıq Müvəqqəti İnqilab Komitəsinin həyata keçirdiyi dekretlər var idi. Azərbaycana qarşı bir neçə dekretlər, fərmanlar verilmişdi Azərbaycan əhalisinə qarşı. Onları bir-bir qeyd edəcək. Gəlin buradan qeyd edək. Deməli, Müvəqqəti İnqilab Komitəsinin dekretləri. Biz buna bəzən deyəcəyik may-iyun dekretləri. Məsələn, birinci, mən lövhəyə qeyd etdim bunları ki, yenə vaxta qənaət etmək üçün. Deməli, nə edirik? Azərbaycan, daha doğrusu Müvəqqəti İnqilab Komitəsinin qeyd etdiyim kimi 1920-ci ildə həyata keçirdiyi sosialist tədbirlər var idi, yaxud verdiyi dekretlər var idi ki, indi onların hər biri haqqında danışacağıq. Öncə nə edirlər uşaqlar? Deməli, Qəza Nahiyyə Kənd Komitələri yaradırlar. Ardınca polis ləğv olunur və onun yerində fəhlə kəndi milisi yaradılır. Daha sonra xalq məhkəməsi təşkil olunur, hansı ki, orada əsasən kəndlər və fəhlələr iştirak edə bilərdi. Ümumiyyətlə bu şeyi sizə izah edeyim uşaqlar. Çox belə deyim, şagirdlərin başa düşmədiyi bir məqamda hissədir. Bu nədir? Deyə bilərsiniz ki, müəllimə, biz Sovet dövrü deyəndə, yəni daha çox görürük ki, fəhlə hakimiyyəti, ancaq fəhlə hakimiyyəti. Bu nə deməkdir? Bu cümlənin, bu ümumiyyətlə ideyanın, ideologiyanın məğzi nədir, mahiyyəti nədən ibarətdir? Uşaqlar, Sovet rejimi Çar Rusiyasından fərqli olaraq özünü elə göstərir ki, bilmirəm, bəlkə də həqiqət var idi. Biz indi tarixi faktlara əsaslanaraq bəzilərində bəli, həqiqəti görürük. Ki, məsələn, onlar deyirdi ki, Sovet rejimi deyirdi ki, insanlar əziyyət çəkməlidir. Əziyyət çəkib öz pulunu qazanmalıdır və amma halal yolla qazanmalıdır. Yəni gedib oğurluq edərək, yaxud necə deyim, başqa pis işlərlə məşğul olaraq, başqasının malına, mülkünə göz dikərək, o cür yox. Hər bir kəs əziyyət çəkməlidir. Yəni o daha çox sanki fəhlələrə yol açırdı, sanki kəndlilərə, sadə zəhmətkeş insanlara yol açırdı ki, onlar yaxşı yaşasınlar, yaxşı pul qazansınlar, yaxşı şəraitlə təmin olunsunlar. Nəinki bəy və ağalara. Sovet rejiminin belə deyək, əsas sanki düşmənin bəy və ağaları idi. Bəlkə də buna görə bəzən, məsələn, yəqin ki, çox güman ki, biz böyüklərimizdən eşidirik bunu, əminəm ki, siz də eşitmişsiniz, nənələrimizdən, babalarımızdan, atalarımızdan eşidirik ki, məsələn, deyirlər ki, Sovet dövründə bəzi şeylər çox yaxşı idi. Məsələn, bugünlə müqayisədə Sovet dövründə bəzi məsələlərdə bugünə nisbətən daha çox ciddilik var idi, daha yaxşı yaşam şəraiti var idi insanlar üçün. Yəni, bəlkə də, bax, bu indi izah edəcəyim hissə ki var, izah edəcəyim, belə deyim, mövzu ki var sizə. Bax, bəlkə də bu onun belə deyək açarıdır. Yəni, həqiqətən, yəni, bax, dediyim budur, yəni, fəhlə rejimi buydu uşaqlar. Yəni, bizim ata-babalarımızın, nənələrimizin hansı ki dediyi Sovet rejimi yaxşı idi, Sovet rejimində işsiz heç kəs yox idi, hamı işlə təmin olunurdu, hamı əziyyət çəkib pul qazanırdı, heç kim boş vaxt keçirmirdi. Yəni, bu dövrdən fərqli olaraq, bu indiki hal-hazır müasir dövrümüzdən fərqli olaraq, bəzən biz bu cümlələri eşidirik, bəzən yox, çox eşidirik. Bax, yəni o deməkdir. Ona görə, yəni Sovet rejimi, Sovet hakimiyyəti, mən demirəm Sovet hakimiyyəti yaxşı idi, qətiyyən, yəni bir şey ki, işğal altında yaşayırdıq. Amma bir şeydə, məsələn, istər öz xalqına, istər işğal etdiyi millətin xalqına zəhmətkeş insanlara belə deyə yol açırdı, dəyər verirdi, məsələn, bugünkü dövrdən fərqli olaraq. Daha sonra nə edirik? Axıcı ordusunu ləğv edirlər, Azərbaycan ordusu adlandırırlar, amma nə olsun, Azərbaycan ordusu adlansa da yenə də qızıl ordunun, yaxud qırmızı ordunun tərkib hissəsi olaraq bizim ordumuz qalırdı. Yəni o cür əziyyətlə, o cür əzabla qurduğumuz 1918-ci il 26 iyulda qurduğumuz ordu artıq nə oldu? 1920-ci ildə
ləğv oldu. İyun-may ayında dekretlərə əsasən, sosialist tədbirlərə əsasən ləğv olur AXC ordusu, Azərbaycanın yaxud milli ordusu və yerində yaradılır Azərbaycan SSR ordusu. Amma yenə deyirəm, Qızıl Ordunun tərkib hissəsi olaraq yenə də bizim müstəqil tək yaratdığımız bir ordu deyildi bu. Daha sonra Xalq Məhkəməsi yaradılır. Hə, bunu bayaq dedim, fəhlələr, kəndlilər iştirak edirdi. Aha, var idi Fövqəladə Komissiya uşaqlar. Fövqəladə Komissiya yaxşı bir qurum deyildi. Nəyə görə? Xüsusən də bizim siyasi xadimlərimizə qarşı AXC-dən, belə deyək, AXC dövründən qalan, AXC illərindən qalan siyasi xadimlərimiz var. Onlara qarşı terror siyasəti həyata keçirdilər və bu terror siyasətinin də mərkəzi, belə deyək, idarəçiliyi hardan idi? Məhz Fövqəladə Komissiyada. Yəni heç də yaxşı bir komissiya deyildi, insanlara zülm verən bir komissiya idi. Yəni burada uşaqlar Sovet bizsiz nə istəyirdi? Sadəcə deyirdi ki, hamı mənə tabe olsun. Mən istədiyinizi eləyəcəm. Mən sizə yol açacağam, qəşəng pul qazanacaqsınız, qəşəng yaşayacaqsınız. Yetər ki, mənə tabe olun. Yəni mən nə deyirəmsə onu eləyin, mənim köləm olun, mənim əsarətim altında yaşamağı qəbul edin, rus dilində danışın, dininizi dəyişin, xristian dinini qəbul edin, bütün milli mənliyinizi, milli kimliyinizi, hər bir şeyi unudun, qoyun kənara, ancaq və ancaq ruslaşın. Ruslaşın, ondan sonra sizin üçün yaxşı bir şey olacaq. Bunu deyirdi, amma təbii ki, bunu qəbul eləməz. Yəni hər bir xalq, xüsusən də qanunda türk qanı olan Azərbaycan xalqı, Azərbaycan milləti qətiyyən qəbul etmək istəmirdi. Sadəcə məcbur şəkildə yaşayırdıq SSR-in tərkibində və indi o haqqda da danışacağıq ki, və bu Sovet rejiminə qarşı biz bir neçə üsyanlar da görəcəyik, hansı ki 20-ci illərdə baş verən üsyanlar idi. Daha sonra uşaqlar, hamı Azərbaycan SSR vətəndaşı adlanır. Rütbələrə bölünmək, mülkünə görə, puluna görə, varına, dövlətinə görə təbəqələrə bölünmək ləğv olunurdu. Xan bəy ağa artıq qalırdı keçmiş Azərbaycanda. Azərbaycan SSR-də xan bəy ağa yox idi. Hər kəs eyni idi, hamı fəhlə idi, hamı kəndi idi, hamı işləyib bərabər şəkildə zəhmət çəkib pulunu qazanan insanlar hesab olunmalı idilər. Ona görə də SSR nə edir? Rütbələrə daha cədvəl deyəcəydim, Pyotrun dövrünə getdim. Rütbələri ləğv edir və rütbələrə bölünməyi ləğv edir. Bütöv bir Azərbaycan SSR vətəndaşı adlanır artıq hər kəs. Daha sonra gəlir vicdan azadlığı haqqında dekretimiz var. Bizim deyil, yəni Azərbaycan SSR-indir. Bu dekretə əsasən dini təlimlər, dini tədrislər qadağan olunurdu, dayandırılırdı. Bizi sanki öz dinimizdən, İslamdan uzaqlaşdırmağa çalışır, sanki yox, həqiqətən elə idi, uzaqlaşdırmağa çalışırdılar. Daha sonra torpaq haqqında dekretləri var ki, burada da bəy və ağaların, hansı ki onların əsarət deməyək, onların nəzarətində olan bir çox torpaqlar var idi ki, məsələn, mülk idi, vəqf idi, dini torpaqlarımız, bir neçə torpaqlar var idi ki, onlar müsadirə olunur və kəndlilərə paylanılırdı. Daha sonra torpağı dedik, gəldik bizim üçün çox o qədər də yaxşı olmayan bir dekretə, hansı ki 1920-ci il mayın 24-də neft sənayemiz yenidən milliləşdirilir Rusiya tərəfindən. Daha sonra da bizim Xəzər ticarət donanmamız, bir çox zavodlarımız, fabriklərimiz, müəssisələrimiz hər biri milliləşdirilir Rusiya tərəfindən. Neftimiz Rusiyaya aparılır. Güya ki biz könüllü şəkildə neftimizi Rusiyaya veririk. İstəyirik ki onlar bu neftdən istifadə eləsinlər, amma elə deyildi. Yəni onu zorla bizim əlimizdən alıb aparırdılar. Belə uşaqlar, bu qeyd etdiyim, lövhədə yazdığım və üzərindən izah verdiyim hadisələr, tədbirlər Azərbaycan SSR-nin sosialist tədbirləri idi. Yaxud da dekretləri idi, may-iyun ayında olan dekretləri idi. Daha sonra sizə bir şey qeyd edeyim. Azərbaycan SSR-nin uşaqlar 3 dənə konstitusiyası olub. Qeyd edin. Ya da mən istəyirsiniz burada qeyd edim ki, sizin daha yaxşı yadınız. Konstitusiyalarımızı qeyd edirik. Birinci 1921-ci ildə mən markeri dəyişim. 1921-ci ildə ən yaxşısı belə bir şey yazaq. Daha sonra ikinci konstitusiyamız 1937-də, üçüncü konstitusiyamız isə 1978-ci Heydər Əliyevin katibliyi dövründə. Bu 3 ili birləşdirən nədir? Düşə bilər ortaq olaraq Azərbaycan SSR-in deməli konstitusiyaları. Vəssalam. Bu konstitusiyamızda əsasən də nə var idi? Hakimiyyət eynən AXC-də olduğu kimi xalqın hesabı olunurdu. Yəni burada da xalq kimlər nəzərdə tutulurdu? Fəhlələr, kəndlilər, onlar nəzərdə tutulurdu. Yəni onlara mənsub olduğu bildirilirdi. Daha sonra vicdan azadlığı verilirdi, söz mətbuat azadlığı verilirdi. Daha sonra mən bayaq qeyd etmişdim, Müvəqqəti İnqilab Komitəsinin ləğv olunaraq yerində Mərkəzi İcraiyyə Komitəsi, ardınca da Xalq Komissarlığı Sovetinin ləğv olunaraq yerində Xalq Komissarları Soveti yarandığını mən qeyd etmişdim. Bu da bizim konstitusiyamızın içərisinə daxil idi. Yəni konstitusiya əsasən bir də bizim bu konstitusiyamız 1920-ci ildə RSFSR-in, yəni Rusiya Sovet Federativ Sosialist Respublikasının yaratdığı ilk konstitusiyası əsasında. Yəni bir növ onun belə deyək də kopyası idi, eynisi idi. Belə. Bir də uşaqlar, onu indi SSR izah edəndə deyərəm mən sizə, hələ ki Azərbaycan SSR. Bir də çox xahiş edirəm uşaqlar, qarışdırmayın. Azərbaycan SSR başqadır, SSR başqadır. SSR Sovet Rusiyasının başda olduğu, rəhbər olduğu qurumdur. Onun haqqında da danışacağıq. Azərbaycan SSR isə Azərbaycan Sovet Sosialist Respublikası. Yəni İSİS. Burada İ yoxdur, diqqətli olun. İndi gələcək Sovet rejiminə qarşı olan üsyanlar. Ümumiyyətlə biz bilirik ki, biz nə vaxt ki Rusiya tərəfindən işğal olunmuşuq, istər Çar Rusiyası dövründə olsun, istər Çar Rusiyası dövründə olsun, istər Sovet dövründə olsun, daim üsyanlar qalxıb. Məsələn, Çar Rusiyasına qarşı 19-cu əsrin 30-cu illəri 1837, 1830, 31, 37, 38-ci illərdə üsyanlarımız var idisə, burada da biz 1920-21-ci illərdə görəcəyik Sovet rejiminə qarşı üsyanlar. Zaten çox geniş deyil, köhnə kitablarda detallı şəkildə verilir. Ancaq yeni nəşrimizdə, yeni dəyişikliklərə əsasən çox geniş məlumat yoxdur. Sadəcə qeyd olunan üsyanlar. Gəlin adlarını yazaq, hansı ərazilərimizdə olub 1920-21-ci illərdə Sovet rejiminə qarşı üsyanlar. Deməli, uşaqlar olub, ardıcıllıqla geçəcək, deməli, Gəncədə, Qarabağda, daha sonra Şəkidə, Zaqatalada,
Şəmkirdə, Zaqatalada, Şəmkirdə, Lənkəranda. Əslində Naxçıvanda da olmuşdu uşaqlar. Bizim bu üsyanlarımız, baş verən üsyanlarımız sırf Sovet rejiminə qarşı idi, 11-ci ordunun özbaşınalığına qarşı idi, insanları məhv etməsinə qarşı idi. Bizim milli, belə deyək, şu milli necə deyim, kimliyimizi, millətçiliyimizi, yəni bunları tamamilə ləğv edib bizi ruslaşdırmağa istəyirdilər, ruslaşdırmağa çalışırdılar və biz də ona qarşı təbii ki boş dayanmırdıq, mütləq şəkildə üsyanlar qaldırırdıq. Bizim repressiyalarımız var. Təbii ki, repressiyalar deyəndə biz daha çox 30-cu illər nəzərdə tuturuq, 1937-ci ildə. Ancaq ondan öncə də bizim repressiyalar olmuşdu bizim siyasi xadimlərə qarşı, hansı ki, Cümhuriyyət dövründən qalan az öncə qeyd etmişdim. 1920 qeyd edək. 1920-1921-ci il repressiyaları. Repressiyada uşaqlar bilirsiniz də nədir? Təqib edirdilər insanları və qətlə yetirirdilər, yəni aradan qaldırırdılar. Deməli, burada kimlərin adını çəkəcəyik? Biz məsələn Behbud bəy Cavanşirin adını çəkə bilərik, Fətəli Xoyskinin adını çəkə bilərik, Əhməd bəy Ağayevin adını çəkə bilərik, Ceyhun bəy Hacıbəyli, Süleyman bəy Sulkeviç və digərləri. Ola bilər ki, bir neçəsini unutmaram. Bunlar hətta Məhəmməd Əmin Rəsulzadə belə təqibə məruz qalır, repressiyaya məruz qalır. Ancaq Stalin və Nərmanovun köməyi ilə hətta Stalin şəxsi vaqonunda Finlandiyaya köçür və o repressiyadan azad olur. Belə. Bunlar bizim siyasi xadimlərimizə qarşı həyata keçirilən repressiyalar idi. Bu da bayaq qeyd etdiyim fövqəladə komissiyanın başçılığı ilə, rəhbərliyi ilə həyata keçirilirdi. Daha sonra burada bir də bu repressiyalarda böyük rolu olan, təəssüf ki, deyir, sapı özümüzdən olan baltalar idi. Məsələn, Həmid bəy Sultanov idi, Əli Heydər bəy Qarayev idi ki, bunlar bolşeviklərə xidmət edən, onlara yararlanmağa çalışan, öz millətinə qan udduran, yəni öz millətinin qətlinə, ölümünə imza atan insanlar idi. Təbii ki, çox da yəni uzun çəkmir. Sonda onlar da elə öz qazıqları quyuya belə deyə düşəcəklər. Vəssalam, bu bizim üsyanlarımız və repressiyalar haqqındaydı. Ardınca gələcək nəyə gəlirik? Aha, gəlin bunları silək. Daha sonra gələk formal müstəqilliyimizin ləğvinə. Yaxşı, görək bu nə deməkdir? Mən artıq 3-cü mövzunu izah edirəm sizə. İnşallah formal müstəqilliyin ləğvi nə deməkdir? Formal bilirik də, yəni süni, kağız üzərində olan deməkdir və güya ki, bunlar bizə 1920-ci ildə müstəqil bir respublika yaratmışdılar. Yəni zaten bizim müstəqil cümhuriyyətimiz var idi. Niyə onu məhv edirdiniz? Niyə onu işğal edirdiniz? Yerində yaradırdınız. Güya ki, digər müstəqil bir respublikamızı, Sovet Sosialist Respublikasını və bunu da, yəni çox çəkmir. İç yüzləri sıra, yəni həmən bəlli oldu ki, çox çəkmədi. Elə 1-2 il sonra avtomatik olaraq bu formal müstəqilliyimizi ləğv elədilər. Tamam 2-ci ildə 10 dekabrda yaradılır ZSFSR. Yaxşı, görək ZSFSR nədir? Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası. Zaqafqaziya biz bilirik ki, Cənubi Qafqaz deməkdir. Cənubi Qafqaz deyəndə tərkibinə daxil olan 3 əsas dövlət nəzərdə tutulur: Azərbaycan, Gürcüstan və Ermənistan. Və bu 3 dövlətin birləşimi Azərbaycan, Rusiya və Azərbaycan, Gürcüstan və Rusiyanın birləşdirirlər. Yəni təsəvvür edin, 3 ölkəni eləyirlər bir ölkə. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası. Neçənci ildə? 1922-ci ildə. Bu hələ ki ilk addım idi. Əsl tam birləşmə cəmi 20 gün sonra baş tutacaq. 1922-ci il 30 dekabrda yaranır SSR. Aha, əsas məsələ bax budur uşaqlar. Rusiya çox gözləmir, boş dayanmır. 1922-ci dekabrın 30-da yaradır Sovet Sosialist Respublikalarının ittifaqı. İttifaq nədir? Birləşmək, dostluq kimi düşünün də, yəni birgəlik. Yəni güya ki, bu respublikalar, bunda tərkibinə kimlər daxil idi? ZSFSR idi. Zaten ZSFSR-ə Azərbaycan, Gürcüstan, Ermənistan daxil idi. Plus Rusiyanın özü, zaten başda özü idi, bu qurumu yaradan özü idi, ittifaqı yaradan. Həmçinin də Rusiya Sovet Sosialist Respublikası, Belarusya Sovet Sosialist Respublikası, eyni zamanda Ukrayna Sovet Sosialist Respublikası. Yəni bu dövlətlərin birləşimi ilə Rusiya yaratdı SSR. Yəni artıq oldu bir ölkə. Yəni sanki bu 5-6 ölkə oldu bir ölkə. Təbii ki, burada ən böyük haqsızlıq da bizə olmuşdu. Yəni bizim sərvətlərimiz, neftimiz digərlərindən daha yaxşı keyfiyyətə malik idi və onlar daşınıb aparılırdı, digər ölkələrə satılırdı. İstifadə olunurdu. Ancaq bizim 3 dənə konstitusiyamız olmuşdu. Bayaq qeyd edilmişdim 1921, 37, 78-ci illərdə. Eynən də uşaqlar SSR-nin 3 konstitusiyası olmuşdu. Hansı ki 1924-cü ildə, 1936-cı ildə və 1977-ci ildə 3 dəfə də SSR-nin öz konstitusiyası. Zaten orada bayaq dediyimdə nə baş verirsə bizdə də eynisi olurdu. Deməli, və Rusiyanın Sovet Rusiyasının, daha doğrusu SSR-nin 1936-cı ildəki konstitusiyası adlanırdı Stalin konstitusiyası, yaxud qalib gəlmiş sosializm konstitusiyası. Deməli, bu konstitusiyada həqiqətən Rusiya öz məqsədinə çatmışdı. SSR öz istədiyini almışdı. Bu konstitusiyaya əsasən artıq ZSFSR daha doğrusu ləğv olunurdu və bütün ölkələr birləşdirilirdi SSR-nin tərkibinə. Yəni bura daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan birləşdirilirdi hara? SSR-nin tərkibinə. İkinci konstitusiyamız var idi. Azərbaycan SSR-nin, təkrar edirəm, 1924, 1937, 1978. 3 konstitusiyamız. Və bizim 1937-ci konstitusiyamız daha yaxşı idi nisbətən. Nəyə görə? Çünki burada öz dilimizə icazə verdilər. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Yəni belə saxlanıldı. Bir də bu 37-ci konstitusiyamızda Azərbaycanlılar türk adlandırılmağa başladılar. Eyni zamanda da burada Mərkəzi İcra Komitəsi ləğv olunurdu və onun yerində də artıq digər Ali Sovet yaradılırdı. Yəni o da digər bir qurum idi. Yəni biri ləğv olurdu, yerində biri yaradılırdı. Əslində hamısı da eyni şey görürdü. Və salam uşaqlar, bu qədər.